Özünü demokratiya və İranın bütövlüyü uğrunda Azərbaycan hərəkatının baş katibi kimi təqdim edən Lohras Sasanifar, Şahın oğlu Rıza Pəhləvini dəstəkləyir və onu İranın gələcək lideri kimi gördüyünü deyir. Baxmayaraq ki, ABŞ-da yaşayan Pəhləvini beynəlxalq arenada heç də hamı lider kimi qəbul eləmir. Məsələn, ABŞ prezidenti Donald Trump da onun ümumölkə dəstəyi olmasına şübhəsini ifadə etmişdi. Sasanifar isə deyir ki, Rıza Pəhləvi əsl demokratdır. Majority of people. Xalqın böyük hissəsi, xüsusən gənclər onun kim olduğunu bilir. Bunu onun 47 illik fəaliyyəti əsasında bilir. Qərb də onu tanıyır. Yəni o oxunmamış bir kitab deyil, içində yazılanlar bəllidir. Sasanifar da ötən həftənin sonu Münxen Təhlükəsizlik Konfransı zamanı təşkil edilən kütləvi aksiyaya gəlmişdi. O 20 il qabaq siyasi səbəblərlə İranı tərk etdiyini deyir və Avropada mühacir həyatı zamanı biznes qurub. Onun sənaye avadanlığı ixracı ilə məşğul olan şirkətini artıq oğlanlar idarə eləyir. Özü isə siyasətlə məşğul olur. Deyir Pəhləvini də 20 ildir tanıyır. Münxendəki son aksiyada da əsasən Avropanın müxtəlif ölkələrindən olan İranlılar iştirak edirdilər. Onlar Rıza Pəhləvini lider kimi alqışlamışdılar. ABŞ-da yaşayan Pəhləvi İranda keçirilən son aksiyalar zamanı yenidən aktivləşib. Münxen konfransı zamanı İran əhalisinin böyük hissəsinin onu dəstəklədiyini bir daha bəyan edib. Etirazlar zamanı 31 vilayətdə milyonlarla insan küçələrə çıxdı. Bütün vilayətlərdə hamı mənim adımı çəkir və qayıtmağım üçün çağırış edirdilər. Ona görə də deyə bilərəm ki, İran xalqının böyük əksəriyyəti məni dəstəkləyir və bu rejimdən gələcək demokratik quruluşa keçid üçün mənim liderliyimi qəbul eləyir. İrandakı aksiyalar zamanı Azərbaycanlıların sıx yaşadığı bölgələrdə insanlar bir qədər fərqli davranmışdılar. Başqa bölgələrdən fərqli olaraq İran Azərbaycanında iqtisadi-siyasi tələblərlə aksiyalar nisbətən gec baş qaldırmışdı. Baş qaldıranda da bir sıra aksiyalarda Rıza Pəhləviyə, şah rejiminə qarşı şüarlar səslənmişdi. İran Azərbaycanından olan fəallar bir müddət öncə Azadlıq Radiosuna bunun səbəbini belə anlatmışdılar. İndiyə qədər İranda olan aksiyalarda Azərbaycanlıların və ya etnik qrupların ümumiyyətlə Azərbaycanda qeyri-fars xalqların hüquqlarının tanınmaması səbəbidir. İstər opozisiyon qüvvələr, istər İran daxilindəki müxalif qüvvələr heç biri Azərbaycanlıların haqlarını rəsmən tanımır və onların bərpası ilə bağlı heç bir plan irəli sürməyiblər, heç bir layihələri yoxdur. İranda minlərlə etirazçının öldürüldüyü aksiyalar səngisə də, ABŞ yenə bu ölkədə rejim dəyişikliyinə çağırır. Hazırda ABŞ-la İran arasında Tehranın mübahisəli nüvə proqramı ilə bağlı danışıqlar gedir.